Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi dövrdə, yəni 17-22 may tarixlərində Bakıda bəzi təhsil müəssisələri distant formada fəaliyyət göstərəcək. Unikal xəbər verir ki, bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən sözü gedən dövrdə ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinədək tətil müəyyən ediləcək. Bundan başqa Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-ci və 11-ci siniflərində dərslər mayın 18-dən 22-sinədək distant formada keçiriləcək. Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisin mayın 18-dən 22-sinədək distant formada təşkili əmrdə qeyd olunur.